Martın 3-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və YAP Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ailə dəyərləri bugün mövzusunda tədbir keçirilib. Zirə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP Mərkəzi Aparatının Gender Siyasəti və Gənclərlə İş Şöbəsinin müdiri Zəkiyə Musayeva, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elşən Qurbanov, YAP Veteranlar Şurasının üzvü Fidumə Hüseynova, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rauf Əliyev çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Ailə İnstitutunun möhkəmləndirilməsinə verdiyi böyük önəm və tövsiyələr xatırlanıb. Qeyd olunub ki, bugün ailə anlayışı qlobal miqyasda sürətli sosial dəyişikliklərin, texnoloji transformasiyanın, miqrasiya proseslərinin və yeni çağırışların təsiri altındadır. Rəqəmsallaşma, urbanizasiya, iqtisadi dinamika və dəyişən sosial rollar ailə münasibətlərinə yeni çalarlar gətirir. Ailə dəyərləri yalnız mədəni ənənə məsələsi deyil, eyni zamanda insan hüquqları, sosial siyasət və dayanıqlı inkişaf kontekstində də mühüm önəm kəsb edir. Məhz Ailə İnstitutu sosial həmrəyliyin, qarşılıqlı dəstəyin və ictimai sabitliyin əsas dayaqlarından biridir. Vurğulanıb ki, ölkəmizdə ailə modeli uzun illərdən bəri qorunub saxlanılaraq fundamental dəyərlərini itirmədən günümüzə gəlib çatıb. Buna baxmayaraq qloballaşma Azərbaycan ailəsinə də öz təsirini göstərir. Dövlətimizin Ailə İnstitutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malik olduğu qeyd olunub. Bildirilib ki, dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır. Sosial məsələlərin həllini prioritet vəzifə hesab edir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Bugün ailələrin üzərinə də böyük məsuliyyət düşür. Uşaqlar milli dəyərlərimizə zidd olan vasitələrdən uzaq tutulmalı, bu istiqamətdə fəal təbliğat işləri aparılmalıdır. Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb. Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.